Deməli, mikrofon işləyir. Bugün ayın 12-si, dekabrın 12-si. Deməli, Xəzər rayonu Binə qəsəbəsindəyik. 2 dənə taxt yorğanı verəcək yuyulması üçün. Üstündə də 2 dənə yastığı pulsuz götürüləcək. Tarixə bax 12-12-25. Deməli, binədən götürdük 2 yorğan, 2 yastıq. Gedirik Nizami rayonuna. Orada da çəkilişimizi eləyib paylaşacağıq. Deməli, Nizami rayonundan götürdük bir dənə taxt döşəyi, təklif elədik bir dənə təsəvvürü yalnız pulsuz yuya bilərik, amma yararlana bilmədi. Hələ yolası bir şeyim yoxdur dedi. Buradan gedirik Binəqədi rayonu, oradan da Xırdalana. Binəqədidən götürdük 2 təsəvvürlü döşəyə, bir dənə də yorğan. Onları birləşdirib bir dənə taxt döşəyi eləyib gətirib təhvil verəcəyik. Buradan gedirik Xırdalana. Əvvəl müştərimiz olur bu. Xırdalan bizim əvvəl müştərimiz olur. Xırdalandayıq, gəlmişik. Bu müştəri bizim əvvəlcədən müştərimiz olmuşdu. Təkrardan müraciət edib 3 ədəd yorğan verdi. Onun birinin astarı pulsuz dəyişiləcək bizim tərəfimizdən. Yəni yenisi ilə əvəz olunacaq inşallah. Yorğanlarımızı götürdük. Bu günlük işimizi tamamladık.